Herkese salam qızlar, kanalıma hamınız xoş gəlmisiniz. Yeni bir gündən bir video başladıram və bugün 2025-in son günüdür. Yəni 31 dekabr 2025-dir. Mən isə bu günü sizin üçün vloqlamaq istəyirəm. Bilirsiniz ki, artıq deməyimə ehtiyac yoxdur. Adel yatarkən mən işlərimi görürəm. Ona görə də ilk olaraq başlamaq istəyirəm üzümü nəmləndirməklə. Üzümə biraz parlaqlıq vermək istəyirəm. Ona görə də L'Oreal'ın Glow Cherry ilə, məndəki nömrəsi 902-dir. Buradan həm də mən güzgünü də qoyum, çünki belə rahat görmürəm. Bugün biz evdə olmayacaq. Keçən il Adel balacaydı, biz evdə keçirmişdik. Amma bu il Vüsalə bizi qonaq çağırıb evlərinə. Onların da yeni ildə ilk bayramlarıdır. Və dedilər ki, tək olmayaq, bir yerə yığışaq. Ona görə də bugün onlar da keçirəcəyik. Üzümü necə aydınlatdı. Düşünürəm ki, gözəl kadrlar alınacaq. Mən də sizin üçün çəkə bilərəm. Ona görə də dedim ki, bugünü həm vloqlayım. Onsuz da məndən çox istəmişdiniz. Bir də çox yorum gəlmişdi ki, market alışverişi. Təəssüf ki, qızlar, market alışverişinə getmədik. Çünki evdə bütün ərzaqlarımız var idi. Bronzer istifadə edirəm NYX'in bu bronzerunu. Saat məsələn 2-dir. İndidən hazırlaşıram, makyaj edirəm. Çünki Adel birazdan duracaq. Onu geyindirmək, hazırlaşdırmaq, yedizdirmək. Bir də görəcəm ki, axşam olub. Mən də istəyirəm ki, bugünü sizə vloqlayım. Ona görə də belə rahat oturub çəkməyim lazımdır. Mən də dedim ki, eybi yox, tez hazırlaşaram. Uzaqbaşı yemək də yesəm, çay da içsəm, dodaq boyam gedəcək. Onu da çıxmadan təzələyərəm və elə gedərik. Mən bir dənə istədim ki, sizə sual-cavab videosu çəkeyim. Artıq nə qədər müddətdir ki, sizinlə paylaşmışam onu. Amma ki, bir türlü o videonu çəkəmədim. Çünki görürsünüz də araya elə şeylər gedir. Məsələn, yeni il girdi və yeni ili vloqlamaq istəyirəm. Ondan sonra da bunu paylaşmaq çox uzun vaxt alacaq. Yəni çox ertələnəcək. Yeni ilə aid temalı, yəni bir şeydə sonra paylaşmağın bir mənası olmayacaq. Ona görə də sual-cavab videosunu hələ ki saxlayıram ki, bu vloqları izləyin. Amma sual-cavab videosu gələcək. Verdiyiniz bütün sualları bir-bir cavablandıracağam. Ənlikdə isə istifadə elədim Baycon markasının ənliyini. Nə deyirəm ki, bayaqdan nə çatmır makyajıma. Concealer istifadə eləməmişəm. Mən deyəsən sizə yeni aldığım concealer göstərmişdim. Üzümdə göstərməmişdim. Yəni belə uzun vloq halında. Gəlin birlikdə baxaq. Bura. Baxın, əlim dəydiyi an aydınladır daha doğrusu. Həm də o qədər rahat yayılır ki. Baxın. Və qızlar, makyajımı yekunlaşdırdım. Linerimi çəkdim. Dodaq boyacısını və highlighter'ı saxlayıram. Çünki axşam gedəcəyim üçün. İndi isə gedim bir dənə çay içeyim. Linerimi çox bəyəndim. Baxın, bu tərəfdən də göstərim. Burada da göstəreyim. Belə. Saçıma istifadə edirəm. Saçımın diblərinə, yəni badə naturalın. Bu hissələrini isə Elsevin bu saç kremini gördüyünüz kimi artıq əzişdirib dibində nə qədər saxlamışamsa. Bugün isə yadınızdadırsa belə bir şey eləmişdik. Onun son günüdür. Görsünüz, bir dənə qalıb. Çünki artıq birini seçmişəm. İndi mən bunu yandıracağım. Nə olduğunu oxumadan. Sabah isə ayın biri bunu açacağım və oxuyacağım. Görüm hansı diləyimdir bu. Bugün havanın da gözəlliyinə baxın. Güneş çıxıb. Bu arada baxın, üzümə necə edeyim ki, görəsin. Üzümə highlighter vurmamışam, sadəcə altdakı bazanın parlaqlığı görün necə gözəl. Dyson'ı istifadə edirdim. İlk dəfə istifadə edirəm. Belə bir şeylər alındı. Arxada da var. Baxın. Bilmədim tam. İndi yenə baxaq. Deməli, başla çevirmək istəmirəm. Bu dəfə çevirək. Ben bir şey yanlış yaptım. Bir dakika bırakır mısın? Ben bunun dilini öğrenebilmemişim. Bunun özünün zamanına ait olur. Normalde 10 saniye mesela sönür. Onu ayarlardan düzeltmek lazım. Ama ben hala çözebilmemişim. Ona göre de özüm saklayıram biraz. Ondan sonra
Neyse bu biraz qəribə oldu. Mesela bilmirəm, bunu söndürüb mü çıxartmaq lazımdır, yoxsa söndürmədən mi lazımdır, amma çox şirin burri. Neler baş veriyor? Şimdi arkadaşlar ne güzel oldu. He? Yoktum. O salonda böyle havalı çolka eləyirlər. Həmişə deyirdim ki, evdə mən onu necə edeyim? Necədir? Bence çox gözəldir. Görün necə parlaq, gözəl. Bu arada setimi gördünüz, bəyək yox idi. Ülviyə alıb. Ülviyə mən videolarımda görmüşdünüz. Elə bəyəklar gəldi. Mən Adelə yemək yedizdirirdim. Yəni sizdən danışandan sonra getdim Adelə yemək yedizdirməyə və orada Ülviyə gəldi və mənə yeni il hədiyyəsi verdi. Mən də tez taxdım. Adelə işığımı söndürdü. Xərçəng olduğu üçün xərçəng bürcünə. Ay can. Götür apar. Götür apar. Xərçəng bürcünə aid belə bir sep alıb. Çox qəşəng görünür məncə. Mən çox bəyəndim. O saatda belə taxdım. Amma saçlarım. Allahım, yaxşı ki almışıq. Yaxşı ki. Mənim saçım özünü tez belə buraxdığı üçün, düz olduğu üçün üstündən belə lak keçmək istəyirəm. Çox qurutmadan, amma bununla bağlı mən birisini çəkməliyəm. Reels. Və biz gəlib çatdıq. Evdə mən sizə kombinimi göstərmədim. Çünki bilinmir ki, evdən biz köçürük, yoxsa çıxırıq. O qədər belə qarmaşıq çıxırıq ki, hər dəfə evdən. Yəni istəmədim ki, bu anları görüb siz də yorulasınız. Çünki mən çox yoruldum gəlib çıxana qədər. Amma son olaraq belə görünürəm. Saçlarımı da belə yığdım. Uşaqlı analar məni başa düşər. Yəqin ki, çox sıxıldım. Amma siz videoda gördünüz də əslində necə idi. Və gəlmişik, çatmışıq ocaya. Biz süfrəni hazırlayım. Görün bizə necə dadlı yeməklər pişirib. Siz bir dənə bizim süfrəmizin gözəlliyinə baxın. Görün necə gözəl şeylər hazırlayıblar bizim üçün. Yuxa salatı hazırlamışdım. Mən yuxa salatını çox sevirəm. Səbzi pilov, ləvəngi və digər şeylər də onsuz da görürsünüz. Bu tortu isə Mətənət xala hazırlamışdı. Mətənət xala Vüsalənin mamasıdır. Onun Instagram səhifəsində qoyacağam ki, takib eləyəsiniz. Tort sifariş etmək istəsəz, gönül rahatlığıyla yəni sifariş eləyə bilərsiniz. Bütün tortları çox dadlı və gözəl olur. Adel isə burada Vüsaləgilin aldığı hədiyyə ilə oynayırdı. Otuzdur, elə eləmə də, bəs. Elə süd içərlər heç. Südünü ver, içsin. Südünü ver. Ver mənə. Ver mənə. Bax. Gördün? Lok 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 lok. Sən də tut. Bu isə Vüsalənin yolkasıdır. Məncə çox gözəl və şıqdır. Bayaq gələndə Adelə elə geyindirmişdim ki, yazı uşaq tərlənmişdi. Ona görə də belinə əski qoymuşam. Çox dəhşət soyuq idi. İndi isə keçirik. Vüsaləyə aldığım hədiyyələri verirəm ki, açsın görək necə tepki verəcək. Ay, nə qəşəngdir. Çox qəşəngdir. Oradan yoxsa yox? Valla, mən belə bunu sən istəyirdin ki, çərçivə şey qoyasan, şəklimizi. Mən bunu görmüşdüm, Kamran al demişdim, almamışdı mənə. Çox İnşallah şəklimizi qoyarsınız. Bax. Yəni ona görə. Çox qəşəngdir, ora qoyacağam. O gecələr beni hatırlayasın deyə kocan da olsa. Ay, nə qəşəngdir bu. Güzel. Wow. Ay, çox qəşəngdir.
İndi kameranı bağla, əsl istərimizi çıxar. İşlədiyimiz vaxtlardan etibarən mən bilirəm ki, Vüsalə cheesecake-i çox sevir. Ona görə də Santartino'dan belə bir cheesecake aldıq. Cheesecake mən əvvəl sevməzdim, amma Vüsalə ilə birlikdə sevdim. Məncə yüngül və çox gözəl bir tortdur. Özümə isə kofe hazırlamışam. Çünki dəhşət yuxum gəldi. Bu gün səhər tezdən oyağam. Həm vlog çəkirdim, həm Adillə məşğul olurdum. Həm o qədər işlə məşğul oldum ki, ümumiyyətlə çox yuxum gəldi. Mən isə getdim, hətta indi Adeli də yatışdırıb gəlmişəm. Yeməyimizi yedik. Ondan sonra Adelin yuxu vaxtı idi. Elə saat 9 olduğu üçün Adeli yatışdırdım və gəldik ki, çay hazırlayaq. Gedək oturaq, biraz oyun oynayaq və çaylarımız da hazırdır. Mən başım o qədər oyuna qarışıb ki, çəkmək yadımdan çıxıb. Biz domino oynadıq, çox da əyləndik. Ona da baxarsınız ekranda. Və artıq yeni ilə girdik. Neçə gündür artıq yeni ilə girmişik. Bu vlogu paylaşanda təbii ki də artıq yeni ilə girmiş olacağıq. Amma yenə də mən sizə ürək sözlərimi demək istəyirəm ki, inşallah bu il hər biriniz üçün düşərli olar. Bütün arzularınız, niyyətləriniz, nələr arzu edirsinizsə, onlar hamısı bir-bir gerçəkləşsin. Ən əsası sağlam olun, huzurlu və xoşbəxt olun. Ailəmizlə birlikdə keçirəcəyimiz necə belə gözəl illərimiz olsun. Yeni ilə də girdiyimiz üçün artıq da saat 1 olub. Biz də düşündük ki, bir film izləyək. Pijamalarımızı geyindik və gəldik ki, bir film gecəsi eləyək. Təbii ki də çox qəraz qaldıq. Axırda qorxu filmi seçdik. Amma birazdan olacaqları sizə göstərəcəm ki, biz qorxu filmi izləyə biləcək insanlar, yoxsa yox. Yerlə yox, inansa patlayıraq. Mən bilirəm. Kipkoçkin belə aparaq. Kipkoçka, şunu nasıl istəsə açıb yer. Simçika götürür, ama simçika tutuyaq. Day, cipsin yerindən sonra sən doldurarıq da zibillərimizi. Məcbursan? Nə? Squid Game-ə baxma ya. YouTube'da deyil. Amma real həyatda olan bir şeydir. Bilirəm. Yox işte. Çox da şey eləməyin də. Sadəcə baxaq. Hazırsınız. Alam cipsimizi götürəcək, iki yeri Buna bölürük. qalmaq demişəm. Amma yenə dua eləyək. Allahım sən bizi çox da Şey, psixoloji şeytandan Ha, olmuş. Sən bu günləri yatmarsan yaxşı. Niyə? Mən Başını qoruyarsan. bezdirir. Gözlə bura. Deyilənə görə saat 2-dən sonra Fəaliyyətdə olma. bəli 4-ə qədər. Mən də çox qorxuldum. Kim gecə etməsin. Siz nə işləyirsən? Stəkanları o yüzdən qoyub yıxıla. Şeydir, səbəb sən süzüm. Sən sıçan onu. Mən istəyəcəm video çəkim. Sonra onu bitərsin. Hər ehtimal götür yanına qoy qalsın. O nədir? Mən baxdım. Biraz yedib baxdım. Ortasında bir şey Yok, var. Hmm. Hayır, sen de bir şey arkadaşlar. Yok. Cipsini al. Dünən biz filmi izləyib qutarana qədər saat 4 oldu. Çox yuxumuz gəldi. Hətta söndürdük. Əslində olan qorxdular. Vüsalə isə səhərdən oyandıq ki, belə gözəl kahvaltı süfrəsi hazırlayır. Hər şey çox gözəldir. Çox təşəkkür edirəm. Videonu izlədiyiniz üçün sizə də çox təşəkkür edirəm. Gələn vloqlarda görüşənədək özünüzə çox yaxşı baxın. Sağ olun.